Hiç xəyanət etmirsənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxırsan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Tarık qardaş, Tolik bəy, gözəl insan. Mən bu müraciəti sən niyə edirəm? Çünki sən yəni simpatiyam var belə deyək də bir aparıcı kimi. Çünki sən ona görə də səni alqışlayıram ki, həmişə sən dürüst insansan, ikiyüzlü deyilsən, yaltaq deyilsən, qorxaq deyilsən. Başa düşsən, çox yerlərdə görmüşəm ki, sən düzgün, dürüst cavabların bu xalqa da, dövlətə də yararlı bir insansan. Mən öz fikrimi, subyektiv fikrimdir. Ola bilsin kimsə səni bəyənməz, amma mən səni bəyənirəm bir aparıcı kimi, bir Azərbaycan oğlu kimi. Amma Tarık bəy, qardaş, sənə yaraşardı ki, o insanı oradan rədd eləyərdin. Bu qadın xanım da demək istəmirəm, Məxluqəni vəbşə rədd eləyərdin oradan. Bu insan çıxıb birbaşa xəyanəti təbliğ eləyir. Ay qadınlar, gəlin xəyanət eləyək. Yəni bunun fikri o da hələ bir ağzının üzündə büzür, elə bir ki, qeroyluq eləyib, qəhrəmanlıq eləyib. Ay Məxluqa, sən tam əminsən ki, sənin atan sənə xəyanət, anana xəyanət eləməyib. Kimsə burada çıxsın, tam əminliklə desin ki, atam xəyanət eləməyib anama. Kimsə çıxsın, mən onu alqışlayım, onun atasını gedim tapım, əllərindən öpüm, alnından öpüm. Yəni o vaxtın kişiləri, mən demirəm, xəyanəti alqışlamıram. İstər kişi, istər qadın. Yəni kişilərin xəyanətini alqışlamıram. Amma müəyyən bir nüanslar var ki, mən sizə izah eləmək istəyirəm. Allah Teala kişini kişi yaradıb, qadını da qadın yaradıb. Peyğəmbərimiz buyurub ki, yəni bir kişiyə 5 qadın, məsəl üçün müəyyən bir o sayı dəqiq bilmirəm. Qadın belə deyək ki, buyurulub. O da niyə, hansı səbəbdən? Demir kişilər ürək istədiyi hərəkət eləsin, gündə birini saxlasın, bəzi indiki hacılar kimi getsin, müğənnilər saxlasın. Neynəsin ki, mənim bu ikinci ailəmdir. Mən onlara da sözüm var. Elə belə düzgün hacılarsınız, düzgün dindarlarsınız. Gedin o qədər əlacsız çöldə, suyu süzülə-süzülə işdən gələn qadınlar var. Ərsiz qadınlar. Gedin onları saxlayın, Allaha da xoş gedər. Nəinki gedib hansısa qudurmuş bir müğənnini saxlamaq, ona maya buraxmaq, güya ki xums eləyirsən, güya ki nə bilim Allah xoş gedər. Yəni onlara da sözüm budur. Qaldı ki, yəni kişilərin niyə buyurulub? Çünki həmin vaxtda döyüşlər gedirdi. Peyğəmbərimizin vaxtında. Qadınlar sahibsiz qalmasın deyə. İndi məsəl üçün iş yerləri var, qadınlar gedir hardasa işləyir, başını qatır məsəl üçün dolanışığı. Yəni amma o vaxtda elə deyildi. O vaxtda qadınlar sahibsiz qalmışdı. Ona görə deyir ki, kimin imkanı varsa o qadınlara sahib çıxsın. Qadınlarımız başsız qalmasın. Allah Teala buyurmuşdu bunu. Yəni əgər belə məsləhət etsə, Allah elə buyurardı ki, bir qadına 5 dənə kişi palojnadır, belə deyək. Elə onda o qədər imkanlı bu dəqiqə qadınlar var ki, iş adamıdır. Elə saxlasın da 5 dənə şeydə o fəhlələr var, işsiz gücsüz. Elə çağırsın, saxlasın da desin ki, mən sizi saxlayıram, siz mənim 5 dənə ərimsiz. Məsəl üçün saxlayıram. İşləməyin, oturun evdə, mən sizi saxlayım. Belə buyururlar da, niyə buyurmayıb? Demək ki, qadına istisna hallarda ikinci, məsəl üçün kişi palojnadır, o da ailəsi məsəl üçün şəhid olarsa, dünyasını dəyişərsə və yaxud da yəni istisna halda məsəl üçün ikinci kişi ona halalıdır, qanunla, şəriətlə. Yəni bir də sizə bir şey demək istəyirəm. Yenə deyirəm, and olsun Allaha, kişilərin alqışlamıram xəyanətində. Burada indi tökülməyin üstümə, ay qadınlar bəziləri. Bir axıra qədər qulaq asın, fikrimi izah edeyim sonra. Bir kişinin məsəl üçün xəyanəti ailəyə ləkədir. Bir qadının xəyanəti ailəyə faciədir. Məsəl üçün bir qadını, bir qız uşağına və yaxud da oğlan uşağına gəlib desələr ki, atan gəzir, bu sadəcə utanacaq. Utanacaq başqa heç bir şey. Amma bir uşağa gəlib, ağlı kəsən, şuuru kəsən uşağa, yeniyetmə bir uşağa desələr ki, anan gəzəyəndir, istər qız uşağı olsun, istər oğlan uşağı, o ürəyində travma yaşayacaq. Onun həyata eşqi öləcək, hər bir şey öləcək. Təbii ki, gedib anasını öldürəsi deyil. Amma məsələ odur ki, o səbr eləyən qadınlarımız var, hansı ki, kişilərin xəyanətlərinə dözən qadınlar, məsəl üçün, həmin o qadınlar idi. Kişilərə dəyər verirdi, kişilərin xəyanətlərini qəbul edirdi. Ailəsinin xatirinə, elə kişinin öz xatirinə başa düşürdü. Bəzi bioloji tələbatları başa düşürdü, hər bir şeyi başa düşürdü. Və bugünkü gün həmin o anaların uşaqlarıdır ki, vətən qeyrəti var idi. Getdi şəhid oldu, qazilərimiz. Yəni vətənə, dövlətə dəyər verən kişilər böyütdülər, həmin analar. Ləyaqətli qadınlar böyütdülər. Təbii ki, belə insanları mən Azərbaycan qadınına sıralarına qatmıram. Yəni mənim dediyim odur ki, əziz cəmaət, məsəl üçün bu belə şeylə xəyanətləri çıxardın ağlınızdan. Əvvəl nəinki xəyanəti x sözünə görə baş kəsilirdi, x. Yəni heç xəyanət sözünü eşitmək istəmirdi, gedirdi baş kəsirdi. Düzdür, demirəm kimisə, demirəm gedin baş kəsin.
Amma o vaxtı qeyrət var idi, namus var idi. O vaxtı belə ucuzlaşmamışdı qadın ləyaqəti, qadın qeyrəti. Kişilərin qeyrətini atıblar indi ortalığa, qadınların qeyrətini atıblar ortalığa. Bəs belə şey olmaz. Valla qoymayın. Belə şey ağzından buraxdı, onu heç efirə verməyin. Tarix qardaş, xahiş edirəm. Mən sənə gən də deyirəm. Yəni sənə o biri digər aparıcılardan fərq qoyuram. Dediyim səbəblərdən fərq qoyuram. Qardaş, eləməyin belə bir şeylər. Yəni belə bir şeylər valla xalqımızı uçuruma aparır. Xəyanət çox ağır bir şeydir. Yəni Allah heç bir kişini xəyanətlə imtahana çəkməsin. Allah buradan ailəsinə, ərinə, balalarına dəyər verən, onların qeyrətini qoruyan bütün xanımları qorusun. Valla Rusiyada bir misal çəkim ki, qadınlar idi, yığılışıb söhbət edirdilər. Abed vaxtı idi də belə deyək, yığılışmışdıq, yemək yeyəcəkdi işdə. Nəsə söhbət elədi, biri qayıt dedi ki, xəyanətə görə mən ərimin başını kəsərəm. Biri, hər cürə millət var idi orada. Biri dedi boşanaram, biri dedi nə bilim mən də gəlib xəyanət edirəm, amma bir dənə özbək qadın var idi. Dedi mən əvvəllər araşdırırdım ki, birdən ərim xəyanət elə, axtarırdım, hara getdi, nə elədim, telefonunu qurdalırdım, nə elədim. İndi amma fikirləşirəm ki, yaxşı bax tutaq ki mən tutdum. Tutaq ki tutdum, bu məni sevir. Nə olsun, nə xəyanət eləyir? Kişidir da, nə bilim, o əsas odur ki, bu məni sevir. Əsas odur ki, bildirmir gəlib evdə. Bəzi kişilər kimi gedib reklam eləmir ki, mən harda hansı qızla gəzdim, arvadına acıq vermir. Ona mən kişi demirəm, onlar kişiciklərdir, gədədirlər onlar. Yəni bu deyir ki, mən məsəl üçün bunları qəbul eləməyin səbəbi nədir? Çünki 3 uşaq atasıdır. O uşaqlarını sevir, uşağının yanındadır, mənim yanımdadır, məni sevir. Mən durdum, getdim, onun abedini, hər bir şeyini ürək istədiyi kimi ona bir abed aldım. Dedim, Nəsibə, baxma ki, eyni millət deyilik, amma sənin ləyaqətinə mən qibtə elədim. Yəni deyirəm ki, əziz cəmaət, biraz belə şeyləri, xəyanət sözünü ucuzlaşdırmayaq. Çıxıb belə insanları ağlımıza vurmayaq. Baxaq bu insanlara, sözüm o qadınlaradır. Baxaq bu insanlara. Deyək ki, tutaq ki, mən xəyanət elədim. Ərimə acığa xəyanət elədim. Mən səhər qız böyüdürəmsə, o qızımı mən məsəl üçün baxan deyəcək ki, bu filan kəs xəyanətkar qadının qızıdır. Və yaxud da oğul böyüdürəmsə, ona qız verməyəcəklər ki, anası gəzəyəndir. Anası belədir. Yəni onu heç olmasa balalarınızı fikirləşin. Heç olmasa da qardaşınızı, dədənizi, nəslinizi, kökünüzü fikirləşmirsiniz. Heç olmasa balalarınızı fikirləşin ki, onları travma yaşatmayın. Onların hər yerdə qapılarını bağlayırsınız, bilirsiniz. Yaxşı kişi oğluna gəzəyən, min yubqalı, göbək açıq, sinəsi başı açıq, qadının qızını almır. Və yaxud da sinəsi başı açıq, həminki kimi lütlənən qadının oğluna qız vermir. İstəyir onun oğlu belə ideal bir oğlan olsun. Yəni unutmayın da bunu. Heç olmasa balalarınızı fikirləşin. Sizin həyatınız cəhənnəmə dönsün. Heç olmasa balalarınızı fikirləşin ki, olmaz, balalarım yazıqdır. Nəsə Allah yenə deyirəm, xalqımızı qorusun, ləyaqətli qadınlarımızı qorusun. Kişiləri də xəyanətdən, yəni çağırıram ki, eləməyin bu xəyanəti. Yəni ümumi şamil edirəm, amma yaraşmır. Vallahi indi özümü təmizə çıxartmıram. Mən mələk deyiləm. Sadəcə deyirəm ki, eləməyək bunu. Ailələrə dəyər verək. Allah xalqımızı, dövlətimizi qorusun.